Mən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Almaniyada siyasi sığınacaq almış ehtiyatda olan orta rütbəli zabiti Qabil Məmmədov. Orta rütbəli deyirəm ki, ona görə ki, Azərbaycanda ali rütbə almaq üçün ya gərək Rusiyanın FSB-nin agenti olasan, ya da yüksək miqdarda korrupsiya, rüşvət pulları verəsən. Yoxsa sənə ali rütbə, ali vəzifə yoxdur. Azərbaycan Rusiyanın bir quberniyasıdır. Mən indi sizə dəhşətli bir xəbər verəcəyəm. İlham Əliyev 100 ədəd ən müasir T-90 tankını 2 ay öncə 2026-cı ilin may ayında Putinə hədiyyə verdi. Baxın, Avropa Birliyinə, Avropa Şurasına yaxın getmək istəyən İlham Əliyev düşmən tərəfi necə silahlandırır. Belə ki, 2016-cı ildə Azərbaycan Müdafiə Naziri General Polkovnik Səfər Əbiyev vəzifədən getdi. Onun yerinə nazirliyi tamamilə ələ alan Rusiya agenti Nəcməddin Sadıqov 3 batalyonu, 3 taboru T-90 tankları ilə təchiz eləmək fikrinə düşdü. Buna Rusiyadan yanğından mal qaçırmaq da demək olardı. Qarabağ Savaşı öncəsi ordunu gücləndirmək də demək olardı. 3 taborun T-90 tankları ilə silahlandırılmış 3 tabora göre 100 tank alındı. Her biri 30 milyon dolardan 3 milyar dolar karşılığında en muasir 100 adet T-90 tankı alındı. Ve bir tabor 177'ye Bakıya, Bakı Korpusuna, ikinci tabor Bərdə Korpusuna, birinci korpusa, üçüncü tabor Beyləqan Korpusuna, ikinci korpusa Qarabağ istiqamətine verildi. Ve bu boyda tanklar hamısı cəmi 2 ay bundan qabaq 16. ildə alınan tanklar 2026. ilin may ayında Putin'e hediye edildi. Pulsuz hediye edildi. Ve hansısa ölkənin xüsusi xidmət orqanları mənim məlumatıma inanmasalar Azərbaycanda 3 T-90 tank taboru haradadır? Hara gönderildi? Çok asanlıkla öğrenebilirsiniz bilərsiniz Putin'e hediye edildi. Bundan sonra yine de Zelenski, Ukrayna prezidenti Zelenski, Britanya, Avropa, yine de Amerika, İlham Əliyevlə hər hansısa bir işbirliğine girərlərsə, girmək istəyərlərsə, danışıqlar edərlərsə, bundan sonra burada ne var? Ya Cefrinin adası kimi böyük cinayətlər, ya da böyük korrupsiya əlaqələri var. Yoksa bu boyda Putin'i düşman tərəfi silahlandıran İlham Əliyevdən bir masa arkasında oturmak değil, salam vermək olmaz.